Qarabağ yeni mövsüm öncəsi növbəti transferini rəsmiləşdirib. Ağdam təmsilçisi Portuqaliyanın Portimonense klubundan Samuel Lobatonu heyətinə qatıb. 24 yaşlı Portuqaliyalı yarım müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Futbolçu Qarabağda 28 nömrəli forma ilə çıxış edəcək. Bununla yanaşı, Qarabağın UEFA Avropa Liqasının 2026-2027 mövsümünün birinci təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib. Qurban Qurbanovun komandası İslandiyanın Vestri klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 9-unda səfərdə, cavab görüşü isə iyulun 16-sında keçiriləcək. Püşkü dəyərləndirən baş məşqçi Qurban Qurbanov komandanın rəqibə qarşı maksimum ciddi yanaşmalı olduğunu bildirib. Təcrübəli mütəxəssis heyətdə zədəli futbolçuların olduğunu, komandanın hələ optimal formada olmadığını və transfer işlərinin davam etdiyini vurğulayıb. Qarabağ yeni transferlə güclənərək Avropa Liqasındakı mübarizəyə hazırlaşır. Komandanın İslandiya səfərində necə nəticə əldə edəcəyi isə böyük maraq doğurur. Çox futbol xəbəri üçün kanala abunə olmağı unutmayın.